Hədisdə var, adam əlini salırsa cibinə, birinə bir şey verə, 70 şeytan əlindən sallanır. Bu məcazi bir hədisdir. Bir məsciddə oturmuşdu, bir ruhani bunu danışdırdı. Belə bir hədis var ki, 70 şeytan əlindən sallanır ki, əli sala bilməyəsən cibinə. Deyirlər ki, bu nə sözdür, 70 şeytan sallanır, bu nə nağıldır danışırsan. Mən bu saat gedirəm evimdən, bir şey var, gətirib məscidə indi hədiyyə eləyəcəm. Deyir, gedir evə daxil olur, xanımı deyir, nədir bu, hara aparırsan, deyir, məscidə, ehsan elə. Deyir, başladı da, bilirsiniz də necə başladı. Dava, qırğın, qiyamət, deyir, imkan vermərəm. Əli boş gəlir məscidə, deyir, bəs nə oldu cəmaat, deyir, şeytan sallanmır belə, 70 şeytan yoxdur filan, bəs nə oldu gətirib? Deyir, valla 70 şeytanı deyənmərəm, amma birini dəqiq gördüm ki, mənim bu işimə mani oldu. Bu elə başa düşür ki, elə o doğrudan da o mənadadır ki, 70'i əlindən sallanır. Elə o bir gün xanımın dili ilə, bir gün dostun dili ilə, bir gün nəyin dili ilə səni o işlərdən azdırır, o işlərdən çəkindirir.